Deməli, sənin ilk seminarın idi burada, Fəbillik şirkətindəki ilk seminarın. İstər kollektiv, istər rəhbərliyimiz, komanda, təkcə indi burada öz komandamız aiddir. Böyük bir milli komandayıq, ofisi nəzərdə tuturam. Təəssüratların nə oldu, yəni ümumiyyətcə, nə hisslərdən ayrılırsan bu gün? Super. Nağıl kimi ilk öncə 3 gün yaşadıq. Yəni o qadının birinci özünə verdiyi dəyəri göstərdi burada. Yəni kim olduğunu xatırlatdı, nə üçün işlədiyimi xatırlatdı sənə və gələk iş həyatına ki, yəni mən bura gəlməmişdən qabaqki fikirlərimlə indi burada gördüklərim, sırf seminardan bəhs edirəm. Bunu mən seminarda da dedim ki, mən bura gələndə sırf qala gecəsinin eşqinə gəlmişdim ki, o səhnəyə çıxım, alqışlanım. Amma yəni seminarlara qatılandan sonra gördüm ki, qala gecəsinin bir önəmi yoxdur mənim üçün. Bəli, əyləncənin bir önəmi yoxdur, əsas burada sənə qatılan bilgilərdir. Qatılan bilgilər öyrəndiklərindir. İnsanların çıxış edən seminarlarımız, təlimçilərimiz Ülkər idi, Turani idi, Məlahət xanım idi, sonra Səbuhə xanım idi. Amma çox gözəl bir seminarlar oldu və insan həyatına, qatqısına, düşüncələri dəyişirsən. Yəni, deyərin 3 gün, ayın 27-si, 28 əhruzun arasındakı, indi 30 ayın 30 arasındakı əhruz arasında fərq çoxdur, fikir çoxdur, məqsəd çoxdur. Əgər xırda məqsədlər etsə, dedim, hə, onlarlar yox, onlar sağ inşallah. 3 gün elə belə əyləncə deyildi, həqiqətən də. Dincəlmək deyildi, dincəlmək üçün burada deyildi. Mən, məsələn, yenə deyim, seminarlar məni düşüncə tərzimi tamamilə dəyişdi, fikrimi, məqsədimi. Bundan qabaq deyirdiniz, hə, falan dərəcəyə olaram, misafir brilyant olaram da fikirləşirdim ki, nə vaxt olaram. Amma indi yox, indi konkret insanın beyninə bir fikir gəlir ki, sən işləməlisən, sən bunu yaşamısansa, bundan gözəlini yaşamalısan. Sən bu dərəcəyə layiqsənsə, bundan gözəlinə layiqsən. Yəni, hər şey insanın öz əlindədir, hamının çətinliyi olub, heç kimin mükəmməl şəkildə gəlmişəm mən buralara, bu zirvələrə. Amma öyrənmək, işləmək, çalışmaq, hər şey bizdən asılıdır. Yəni, bilirsiniz, o nədən əmələ gəlir? İndi hardasa kimlənsə görüşürük, hansısa tədbirlərdə. Gedirik 2 saat, bir də qayıdıb gəlirik. Amma burada bizim dolu-dolu 3 günümüz olur deyə bütün liderləri, bütün direktorları yaxından görürsən, onların çıxışlarını görürsən, onların işləmək tərzinə görürsən və istər-istəməz səndə o hisslər yaranır ki, ya necə işləyirmişlər, necə dərəcə açıqlar, necə komanda birliyi var. Bu məndə də olmalıdır, bizdə də olmalıdır. Bu da insana əslində yer eləyən ki, olmalıdır. Sonradan qərar verdim, sağ olsun Tartaxanlı Ülkər Deməci təşkil edədilər, gələ bildim və son anda da, yəni gəlməmin də ən böyük səbəbi yoldaşım oldu ki, məni məcburi bu seminara göndərdi. Ona çox sağ olun bildirirəm ki, həqiqətən o məni, belə deyim, tələməsid ki, get seminara, bu səbəbi idi. Öyrənəcəksən, işində sənin üçün uğurdur, getməzdin, bəlkə də gəlməzdin, neysə problem eləyərdin, bəhanə eləyərdin. Və bu bəhanəni eləyən qızlarımız çox deyir, bax ondan gəlib çıxmaq istəyir. Bilirsən, deyirlər ki, əslində gələ bilərlər, amma biraz şanslarını, biraz şəraitlərini zorlanırlar.